Hə, köynələr. Deyirəm mızmızı adamlardan adam elə uzaq olsun. Amma ki TikTok'da olan, ne bileyim efirde olan mızmızı adamlardan heç cür uzaq ola bilməz. Yemək pişirirəm, ne bileyim ətdən, filandan, beşməkandan. Mənə yazırlar orada. Yığışdır bunu, bəlkəm kimsə tapmır. Götürürəm yaxşı bunları eşidirəm, gedirəm bir dənə 22 manatlıq balıq alıram, eşşək boyda 3 kiloluq karpda. Alıram, ondan yemək pişirirəm, hansı ilə ki bir dənə 3 kiloluq karpla 5 nəfər oturub dağıtvalı yeyə bilər də. Başlayırlar altında yazmağa ki, bu damba balığıdır, mən bundan yemirəm. Özdə hələ həmin adamlar yazır. Bir də görsə hansı ki deyirdi ki, bunu ne bileyim tapmayanlar var. Bilirik də damba balığıdır. Siz hələ bilirsiniz ki, siz aldığımız digər balıqlar var, onlar damba deyil. Bax bilin, bu dəqiqə bazarda olan, yəni satışda, bazarda mən onu nəzərdə tuturam. Kilkə, kütüm, vobla, durna balığı. Bundan başqa bir də şamaykanın başa düşdünüz də yəni də 3-4 cür, 5-6 cür balığı var da, hansı ki təbii yolla yəni ovlanır. Digərləri hamı süni yetişdirilmədi. Hamı ya. Onun asetrini, filanı, beşməkanı, o restoranlar var. Sizi atırlar, size yalan danışırlar. Lotke balığı, lotke balığı. O lotke balığına göre olan özlərini lotke eləyib salarlar içəri. Bu məsələyə birbaşa mütəşəkkil cinayətkarlığa qarşı Düzdə Baş Polis İdarəsi və onlar baxırlar. Çünki Xəzər dənizində, yəni ki, biləsiniz, moratoriy var. Xəzər yönlü ölkələr, kim bura daxildir? İrandır, Azərbaycandır, nə bilim, Türkmenistandır, Rusiyadır. Xəzər dənizindən balıq ovlamaq qadağandır. Hər il bu moratoriy uzadılır. Yəni kim sizə yalandan basıb bağlayır ki, lotke balığı belə gəldi, lotke balığı elə gəldi, bilin ki, deyirəm də sizə o lotkəni tutub onun özünün başa düşdüyünüzdə nə edirlər? Yalandır hamısı. Bütün bu balıqlar, nərə balıqları ya İrandan gəlir, ya Əştərxandan gəlir, ya da yerli Mingəçevir, nə bilim, Astara filan, beşməkan hardasa bunlar bu dəqiqə yetişdirirlər. Oradan gələnlər də hamısı süni yetişdirilmədir. Sonra o farel var, sevir su fareli kilosu 11 manat, 12 manat, ne bileyim 14 manat, baxır da indi kim necə itələdi. Onlar da hamısı sünidir. Başa düşürsünüz məni? Yəni gələ bil ki, broiler toyuqdur. Yəni belə şeyləri bilin. Mən sizə deyirəm, xəbəriniz olsun. Mən bunu çəkəndə mən bunu heç kimi reklam eləmirəm. Sadəcə olaraq istəyirəm sizin xoşunuza gəlsin. Dediniz bahadır, əlimiz çatmır, dedim bir dənə ucuzlu bir şey çəkim. Xaş məsələsi. Çəkdim o ayaqlar barəsində, tutdunuz mənə topa. Polşa belə, halal deyil filan deyil, halal deyil. Gedin alın de, bu bizim yerli ayaqlarımızı. Təmizlənməmiş, qeynədəndə adam necə deyərlər o, bağışlayın mənə, pox iyisindən burnunu tutmaq istəyir. Gül kimi ayaq almışam, bəli, Polşadan gəlmədi. 2 dənə ayağa 10 manat 60 köpük pul vermişəm. İstədim sizə yəni necə deyərlər, büdcət variantını təklif edeyim də, büdcət variantını göstərim. Pis elədim, hə? Mənim səhvəm, yəni belə 100%'lik kommersiya səhvəsidir, düzdür, mən də neynəsə yaşamalıyam. Hərdən neysə reklam eləyirəm, amma mən inanın mənə, bir dənə zibil malı reklam eləmirəm. Yəni ki, bu Polşa ayaqlarını görürsünüz ki, adını çəkməmişəm. Yolda keçirdim, qabağıma düşdü, aldım, prob elədim. Bir var, mən gedib 20 manat verərdim o həmin 2 ayağa. Bir də var, 2 ayağa 10 manat 60 köpüyü verdim. Hansı yaxçıdır o, hə? Neysə əsəbləşdim mən. Qəlbdən qəlbə bu qədər.